Mərhəmətli və rəhimli Allahın adıyla. Allahdan qorxana Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhabəyə dedi, istədikdə yalnız Allahdan istə, kömək dilədikdə ancaq Allahdan kömək dilə. Bil ki, bütün ümmət sənə xeyir vermək üçün əlbir olsalar belə, Allahın sənin leyhinə yazdığı xeyirdən başqa bir şeylə sənə fayda verə bilməz. Həmçinin onlar sənə zərər vurmaq üçün əlbir olsalar belə, Allahın sənin əleyhinə yazdığından başqa bir şeylə sənə zərər yetirə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr də qurumuşdur.